Biz bu günləri burada özümüz cəm olduq. Sağ olsun Amiran da, o da gəldi ağalıq elədi. Tamam bəhmənilərin sağlığına, az-saymaqla qutulmaz, özlərinin balalarının sağlığına, başda Hacı'nın sağlığına, onları sevənlərin sağlığına. Yadqan olaraq biz əhdimizə vəfa elədik. Gəldik ki, ancaq tarixə keçmək üçün bunların adı. Bu günləri burada dostlar cəm oldular. Biz də bir hikayə başlayaq ki, aşıq sənəti hikayələrlə tanınır. Zaman keçdikcə bu sənətin sırları açılacaq. Gizlin olan sırlar açıq olmalıdır. Hər əlinə bir saz alıb meydan sulamağına nişan olmaz. O şair yerində yazır ki, Danıya meydan verdilər, kəli allada. Bəs bir gün anlatmalar daşlar olacaq. Biz istəyirik bu günləri sizin sağlığınıza. İndiyə qədər Azərbaycanda bu oxunmuyub. Bu yasnanı da çək. Bunun da sağlığına bir əl salıb. Atalı, analı, babalı yaşasınlar, həmişə şad yaşasınlar. İndi siz buyura bilərsiniz da, siz buyurun çıxın gedin, biz işimizdən deyirək. Haykırdı yarımım, bazar ola matah satanlar furuş xəridarımım. Belə hər bir zada diqqət etdim bu dünyanın üzündən. Sərraf gələ bu əlləri mən çəkəm bazarım alayım. Belə sərraf gələ bu əllər, ay olan eynim fələyam Gəl çəkəm bazarımı, gəl çəkəm bazarımı. Tüm bugünkü dastanımız Göyçəli Aşıq Ələskərdən olacaq. Bu da onun bir şah əsəridir. İkincində yazır. Cəbrail təhdəryadiyəm, qanad çalmır şəhbərim. Hər bir zadı oxumuşam bu sinəmdə əzbərim. Əli Əkbər söyləyərdi həmzəbanı dilləri, İncil, Tövrat əzbərimdir, inandım Qur'anə mən. Əsgərəm mən də düşmüşəm bax bu bəhzə. Həqiqətdən söz anlayıb belə desəm bir səsə. Belə yallah nəzərin kəsəndə, kəd baxanda bir kəsən. Onda deyim vay halına düşərəm azarım alayım. Belə onda deyim ey vay halına.
olmaz azarıma. İkinci ustadnamədir. Aşıqlar dəstanı başlamamışdan bir vücudnamə, bir həqiqətnamə, ya bir nəsihətnamə, ancaq birini deməlidir bu el üçün. Mən birini deyəcəm, bir həqiqətnamə. Atalar yaxşıya yaxşı deyiblər. Ay aranı qatan atova lənət. Barışma bilməsən çəkil dalıdır. Əyaq atda yatan atova lənət. Duru bulaqlardan su bulandıran, bir eli obanı oda yandıran, ara qarışdırıb söz dolandıran, vicdanını satan atova lənət. Hüseyn Said yer karı bilməyən, zimistan fəslində barı bilməyən, namusu gözlüyüb arı bilməyən, ismətini satan atova lənət. Üçüncü dübeyti deməli daşıq. Onu da deyək keçək mətləbə. Yaldan yağlar doşan çaya, alaz demə, kül demə, sən kül deməz. O çayın ki hərdən bir suyu gəlir, hərdən qət olur. Orası çox bel bağlama. Yazdan yaza coşan çaya araz demə, kür deməsən, yoldan keçən hər iyidə oğul pələng demə, şer deməsən. Hamı pələng şer olmaz. Şairin bir şeiri var, deyir, dayaz sular səsli axar. Kətli balasıyıq da, o yerdəki su az olar, bəş haqqıldı salar. Sən onun lal yerindən qorx, oradakı səs gəlmiş, oradan bir balaca kənar ola, boğar adamı. Düzü əyri görən görsün, əyrini düz görəndən qorx. Uza dağda qalandan yox, durmadan tel salandan yox, tez-tez salam alandan yox, tez-tez salam verəndən qorx. İş izadı var, cümrənsə qaçacaq. Suyu yerə calayana, dost könlünü talayana, tez-tez başın darayana, zülfünü tez öyrəndən qorx. Şair o bilsin deyə.
sır demesem aman Allah'ım. Zaman səni çəksə dara, get arxalan insanlara, dilindən çəksələr dara, qanmazlara sır deməsən, ürəyində saxla, nadana dərdini demə. Dərman eləməsə heç dövrüyə də yayar. Götürüb sözün sonuncu mənim. Basın neyde dünyayı yalan gözüm aman Allah'ım. Her ağızdan çıkan söze lel mercandır demesem aman Nurəddin bassın neyzəm, düzü əyri yazan gözəm, hər ağızdan çıxan sözə ləl mərcandır deməsəm, xoşbaxt yaşayırım. Sağ ol. Bəli, hörmətli tamaşaçılar, mən navarın əvvəlində dərz elədim. Bizim bu navarları eləyə bilərsiniz, A. Mehrandan təhiyyə eləyəsiniz. İndiyə qədər Aşıq Ələskərin, yəni aşıq sənətində Mi'racnamə kamil halda deyilməyib, biz oxuyuruq, nəzərinizə də gəlməsin ki, sizə biz aşıq dastanı deyirik. Mən sizə Mirac-ı Məhəmməd oxuyuram. Bu bəhmənlərin hamısının sağlığına, başda Ağca bəhmənin sağlığına, onun özünün balalarının, qardaşı balalarının, bütün tayfasının, başda Behruzun sağlığına. Deməli, bir də A-Böyyanın sağlığına da Behruzdan qabaqdır. Sağ olsunlar. Bəli, Mərətdə Əbdülhüseyn Həsənzadə. Bir də A-Mehran buyurur, Mərətdə Əbdülhüseyn Həsənzadədən bu navarları ala bilərsiniz. Mən də yadigar olaraq, o da böyük düşməsin, indiyə qədər Mirac-ı Ələskər ki, o zaman deyib, mən işkanda deməmişəm və deyilməyib də. Bəli, mən bugün təsmim tutdum ki, dost məclisidir, yadigar olacaq, tarix olacaq. Mən onu elə əyyaq baş olacaq ki, bilirəm, onu deyəm, yadigar olaraq qalsın. Aşıq Ələskər, aşıq sənətinin ürfan ustasıdır. Hamı ürfan ola bilməz. Alim deyərlər, çoxuna deyərlər ürfan. Vəli ürfanlıq adını ona birlikdə şayət nadanlar bilə bilər. Ürfan olmaq çox çətindir. Aşıq Ələskər deyir, günlərin bir günü, bir dana toydan gəlirəm, gördüm yolun üstündə 3 dana cavan olub. Məni görəndə bunlar bir şənqul oldular, bizim dilimiz. Mən bunlara yaxınlaşdıqca gördüm bunlar atca pozuldular. Qəlbimdən keçdi. Niyə bunlar pozuldular? Nə illətə? Yetişdim, qayda qanun belədir, oturana yoldan keçən salam verər. Mən bunlara bir salam verdim. Əli keçitdim. Dedim, dadaş, bayaqdan gülürdünüz, indi nəcür oldu, siz bir balaca pərişan oldunuz. Dedi, aşıq, sənin nazarın olmasın, sən geç. Dərdimiz ayrıdır. Yox, oğul, mən el anasıyam. Mən bilməliyəm sizin dərdinizi. Aşıq əmi, bizim də kətdə toydu. Biz gedirik, dərviş gətirik. Abi, siz aşıq niyə gətirmişsiniz?
Dedi bizim kənddə bir dana aşığa dolaşan var. Onun qorxusundan o kəndə aşıq gedə bilməz. Sazını sındırar. Ələsgər dedi, siz mən aparın da, bu seri də mən aparın və inşallah həll oldu. Amma sən inciyərsən, biz xarab oluruq. Dedi, siz mən aparın, işiniz yoxdur. Bəyək bir söz ərz elədim, onun davamıdır. Hələ bir saz götürüb aşıqlıq edirdi. Bəli, bu Meyraşnamiyə və yaxdaşlığı alsaq, görək Ələsgər necə aşıq imiş. Bəli, bunlar bunu götürürlər, qayıdırlar kəndə. O aşıq ki, kəndə gələndə o adam aşığa dolaşırdı, elmi bilirdi, ona hay getdi. Ay, nəyə oturubsan? Kəndə aşıq gəlir. Deyir, bir zaman aşıq Ələsgər hay gəldi ki, filan kəs gəlir, oturmuşam, saz asmışam divara, getirdik, gördüm bir uca bir kişidir. Aşıq kimdir? Dedim, ağa mənəm. Dedi, mən cəmaata deyirəm, bunlar cəhənnəmə kötü yatır, hekkəsini almış. Əminiyə, hə? Dedi, bax, gör, sazı o hara vurubsan. Deyim, hara vurmuşam. Baxdım, gördüm ki, 5 tane alə əbanın dadı bu tərəfdə yazılıb. Mənə dedi, tutanıb xəzalət çəkmirsən. Sən gör, sazını hara vurubsan. Deyir, dedim, əmi, sənin onlardan başın çıxmaz, sən onların adını eşidibsən. Mesajını eşitmişsən. Dedi, onların əsli, mətləbi mənim ürəyimdədir. Sən onların adı ilə yaşayırsan. Bu baxtı gördü, sən öləsən. İndiyə zəncinə aşıq gəlib sazını sındırıb, bu onlara qəti oxşamır eləb. Ürək bir balaca diskindir. Qardaş, sən ki deyirsən, onların dərdin mən billə, onların dərdindən mənə bir dəstqaha deyə bilərsən ki, görəm necə dərdindən bilirsən. O düşəzlərim aşıq Ələsgər, götürüb burada görək istəyir. 5 tane alə əbanı bunlara necə şərhi versin, mən də ərz edeyim sizin hamımızın sağlıqla. Başlayanda dövrəyə bir nəzər elədi, fikrinə bir şey yetişdi. Əmi, bir söz qaldağı sənə demədim, doğru nə mənədir? Dedi, 2 kəlim başı bir qəzəndə qeynəməz ha, eşidibsən bunu? Dedi, ha, oğul, eşitmişəm. Dedi, bu sözü deyəndən sonra səndən söz xəbər alacam ha. Əgər bildin oturacaqsan, bilmədin buradan getməlisən, qəbulundur mən sözü başlayayım. Əvvəl danışan bilmir ki, sonucunda nə var. Hə, oğul qəbulumdur, sən deyil, nə soruşsan əmin sən xidmətindədir, dəm onda oldu. Ol Xudadəm Müstəfaya yendi aya dalbadal. Ayla gün gəldi şeylər bu dünyaya dalbadal. Bir yandan da padişahlar sitəmi, bu başımın gündə salır min bəlaya dalbadan. Oğul, necə dedim, əmə fikir ver. Ol Xudadəm Müstəfaya əndi aya dalbadal. Ayla gün gəldi şeylər bu dünyaya dalbadal. El töhməti bir yandan da padişahlar sitəmi, bu başımı gündə salır min bəlaya dalbadal. Təsəddürsün. Gördü yox, doğrudan Ələsgər dindirməlidir. Aşıq haralsan, əmi deyəcəm sonra. Sırrılar haqqın yanında kim kimin dərdin bilir.
Bəy yoxsula hücum edib ona bir tənə qılır. Məhəmmədin ümmətinə ayda 3 yol xəş gəlir. Ay Xudaya kim dözəcək bu cəfaya dalbada? Gətirib sazın o birisini. Çəkib batdım yasa, yoxsulların halını gördüm, mən də düşdüm bu bəhsə. Ərdələr dal qayıssa, şahdan imdad olmasa, fənadən çökmək lazımdır, olu qubaya dalmadan. Ələskərəm, ah çəkibam, mən də baxdım bax yasa. Yoxsulların halını gördüm, mən də düşdüm bu bəhsə. Namələr dalı qayıssa, şahdan imdad olmasa, fənadən köçmək lazımdır, o rüqbaya dalbada. Əmə, sən nə fikirləsən? Bunu deyən Aşıq Ələskər baxdı dövrüyə, dedi ki, bu 5 tane ali əbadan da bir dəstgah tək qoy bunun körünü açılsın. Əmi, bəli, əmi fikir ver, gəlirəm yavaş-yavaş. Aşıq Ələskər götürüb görə xurdan. Nə demək istəyir? Mən ərz edeyim sizin hamımızın sağlığına. Behişti gəzdi, onun sualı ilə göylərdə süzdü, onun yazıları inan ki düzdü. Elə bilməyinə söz pənstənə, indi misal. Həzrət Adəmə, bu şeyxə deyir, Həzrət Adəmə o dünyadakı Allah peyğəmbərlik verdi. Peyğəmbərlik verəndən sonra dedi Əzrail, bunu götür dolandır, bütün behiştin gülfələrini görsün. Adəmi gətirdi, bütün gülfələri dolandı, bir yerə çatdı, Adəm orada susdaldı. Dedi, Əzrail, bura haradır? Mən qıçım gəlmədi yeriyəm, susdaldım. Dedi, bura icazə yoxdur, ta Mikail icazə gətir Allah'dan. Bura heç kəs gedə bilməz. Amma olacaq. Belə dönəndə gördüm Mikail əlində ərzəsi gəldi. Pərverdigar Aləm buyurur ki, Əzrail, qapını aç, Adəm olanı görsün. Qapı açıldı, mən gördüm 5 nuru tələlü eləyir, o nurun içində bir nur var, o nur məni yap ağlatdı. Dedim, Əzrail, bunlar kimdir? O nuru görəndə mənim ürəyim qüssələndi, az qaldım özümdən çıxam. Dedi, o 5 tane alə əbadi, Allah dünyanı onların xatirinə xəlq eləyib, dedi, o vəsətdə olan nur nə mənədir? Onun 2 quşvarəsi var, biri qırmızıdır, biri yaşıl.
Dedi o Fatımə Zəhradır. Onun o qırmızı quşvarəsi oğlu Hüseyinli Kərbəlada şəhid olar, o yaşıl oğlu Həsən ciyərləri doğranar. Harda dara düşdün, nəcat alarsan. Odur ki, bunu deyəndə aşığa dolaşan vaxtı gördü sən öləsən, yaman yerdə pis axşamlı yetdi. Əmi, bəli, əmi sözün qutardı, dedi bir kəlmədə var, meydanı verəcəm sənə, nə soruşsan xidmətinliyə. Götürüb sonuncu bəndən əskərinə dedi. Belə sözünü tamam eləyir. Əmin, nə deyəcəksən? Dedi oğlular sənin sağlığa. Nə dedin sənin sağlığa? Ələstudan bəli dedim, əcəb xoşaldır yüküm. Beş gözəlin aşığıyam, vəsm-i camaldır yüküm. Həm dərindir, həm dayazdır, həm acıdır, həm şirin. Zəhmətdə zəhr halay, ləzzətdə baldır yüküm. Əmin, nə düşündün? Dedi ki, bu cəmaatı təhrik elə bu sözə. Dedi, cəmaat gördünüz? Mənim qardaşımın 5 qızı vardı, bağa gəzməyə gedirdik bu gələndə. Onları görüb deyir, 5 gözəlin aşığıyam, vəsm-i camaldır yük. Aşıq Ələsgər gördü, bu istirməcisi qatar. Dedəmi, du, sənin nütvəndə xilal var. Nütvən əylidir. 5 pəncidən ki deyirəm, o 5 pəncidən hənuz bu pəncidəndir. Nütvəsindən əyri olan tez göstərər isbatın. Hər ağaç kökündə bitər, hər meyvə bəslər zatın. Hər zayı sənin kimi həzyan söyləyər, naşı bilməz qiymətin. Əhl-i ürfan məclisində gövhər misaldır. Sən məni qana bilməzsin. Beçara aşıq Ələsgər sığın Şah Heydərə. Onun damənindən tutan məhşərdə yanmaz nara. Pirim mənə nüsrət verdi, bugün çıxdım bazara. Sərraf sənsən, açqır deyilə, gör necələndir. Gördü yox, heç buna dəymək olmaz. Oğul, sağ ol. İndi buracan oxuduğun sənin sağlığa. Mənə indi Me'racı, Peyğəmbəri dana-dana deməlisən. Ya da sazını başında sındıracaq. İş burasıdır. Odur ki, Aşıq Ələsgər burada istəyir nələr desin, ancaq sazının kökünə vəzirləyəcəm. Ondan sonra keçək mətləb üstünə. Amazonunda de başla. Get. Bəli, əzlərim, indi Aşıq Ələsgər mən bayaq tərzilədim. Bəzi tamaşaçılarımız elə bilər ki, mən onlara aşıq nağılı deyirəm. Mən bayaq tərzilədim, indi sizə mən Me'racı Peyğəmbər ərz edirəm. Harada da gördünüz, mən saymışam, onu mənim özümə də yetirə bilərsiniz. Təşəkkür edirəm sizdə. Bu Me'racı mən oxuram, dubarədən tişirən olmasın. Behruzun özünün babası və qonaqlarımızın hacıları tanıyan buna güzə girərsinlər hamısının sağlığına. Başda da Cameyran sağlıqşı sağ olsun zəbt
Məhəmmədinə gözəl mehraza getdi. Cəm eylədi 36 ilə 17-ni. Xəstədini meyvay onlara belətdi. Ay halay ölürəm. Aşıram bərdən, Allah getmə bərdən, gələ. Belə dərmana gedən, həkim xəstə öldü bərdən, gələ. Oğul, necə dedin onları şərhimiz? Şairlər qovlu ilə aqil arif Məhəmməd nə gözəl mehraza getdi. Cəm eylədi 36 ilə 17-ni xəstədir mi yollara bələtdi. Aşıq dur. Onları şərhimiz. 17 nədir, 36 nədir? 36 şərh məsələlərimizdir. İs'Uliddin'ə Firuddi'dən belə də sağ geçsin. 17 namazdır. Aşıq, orada 3 dana peyğəmbər əlayın görüb, üçündə danışacaqsın. Ələsgər gördü, yox, bu da bir şey bilir. Bu da sadə keçən deyil. Əmi deyim də, Peyğəmbər İslam buyurur, əvvəlin göyə varid olanda, mən bir cübbultu eşitdim türkü dilimizindən deyim. Ürəyim qırıldı. Dedim, Cəbrail, bu nə idi? Dedi, ya Resulallah, o bir daş idi, onu mən Sidr-i Ətül Müntəhadən atmışdım 70 il bundan qabaq. İndi düşdü cəhənnəmin təkinə. Gördü, soldan səs gəldi. Məhəmməd, dön bu qəzalərimi eylə. Döndüm sola. Gördüm sudur. Süddür, şərabdır. Mən sütü gördüm. Adəm əvvəlin göydədir. Səs gəldi. Afərin olsun axirət zaman balama. Özün də nəcat tapdın ümmətində. Əgər su içsəydin, özün də qərq olacaqdın ümmətində. Əgər şərab içsəydin, özün də qumrah olacaqdın ümmətində. Sütü götdün, nəcat tapdın. Aşıq, orada bir əlayim gördü. O əlayimdən Peyğəmbər atca qorxdu. O nə idi? Peyğəmbər buyurur, mən əvvəl göyə varid olanda bir mələk gördüm, onun simasından qorxdum. Dedim, Cəbrail, bu kimdir? Dedi, bu Maliki cəhənnəmdir. Dedim, bütün yaranmışın günahım bu yazır. Dedi, bəli, Peyğəmbər İslam buyurur, gəldim xidmətinə, əyağıma durdu, mənbərim mənə nişan verdi, əyləşdi. Dedim, bütün yaranmışın günahını sən yazırsan. Dedi, ya Resulallah, hətta milçək. Ənkəbud ayəsini açsan, orada var, hətta milçək. Onun da canını mən Allahım, ya Resulallah. Aşıq, o düz. Keç ikinci mərtəbəyə. Orada nə ittifaq düşdü, onları mənə bir şərh verir. Alıb aşıq əskər.
Bizim aşıqların çoxu bunu o qədər qələt deyir ki, hesaba gəlmir. Deyir, Şiə məzhəbində Üsul-i 5-dir, oturanda da soruşsaz görərsiniz. 3 müqərrəb mələk bilmədi keçdi. Mələk günahkar olmaz ki. Mələk iştibah eləsə Allah onu müqərrəblərindən saxlamaz ki. O gör nə qədər naşıdır ki, yerinə qoyanmır. Çox aşıqlar deyil, tək biri deyil. Bəli, düzü budur. Şiə məzhəbində Üsul-i 5-dir, qafil olan kəslər görməz 5-dir. Üsul-i qail olmayan cavhərdir. Haqdan Muhammedə nida yetişdi. Həbibim, ləleynin əlşəzimiyyətdir, çıxartma. Aşıqdı o. 2000-ci göydən bir mühüm əlayimdir keç. Peyğəmbər buyurur, mən 2000-ci göyə varid oldum, baxdım, gördüm bir iddə adamlar o qədər şişib. O qədər şişib. Burada halal ruzunu qoyub oradan bura gələnmir. O iyilənmiş qəzalar yiyir. Xəbər alın. Cəbrail, bunlar kimlərdir? Bəniyə gəlib burada bu halal ruzunu yemirlər. O iyilənmiş çirkin sulardan içirlər. Buyurdu, ya Resulallah, onlar yetim malı yiyənlərdir. Özlərinin o halal ruzunu ötürənlər, yetim rusunun arasını yiyənlər. Onlar odur əziyyət çəkərlər. Aşıq, onun qabağına nə qədər mələk çıxdı, onları bizə bir şərh verə bilərsən. Deyəcəm ol, deyəcəm. Götürüb aşıq Əsgər nə dedi? Gedəndə yarışıya layə, kimə nəzər saldı, kim gəldi sahaya. Ha belə yarışın mələklərin yol tamaşaya. Söylədi nə gözəl, nə zayıfdır, ay hala görürlər. Yaşıqamı yara məndə, dətmənlə yara məndə. Belə nakam öldüm, qutardım, yetmədim yara məndə. Peyğəmbər gedəndə ərş-i alayəm, kimə nəzər saldı, kim gəldi sayəm, ərşin mələkləri o tamaşaya söylədi, nə gözəl nəzər etdi. Dedi, aşıq oradan bir əlayimdir keç. Peyğəmbər buyurur, 3-cü göyə varid oldum, baxdım, gördüm bir mələk var, bunu görəndə bədənim titrədi, amma bir zərrin loha baxır. Dedim, Cəbrail bu kimdir? Dedi, ağa Əzrail. Dedim, budur bütün can alan dili vəli. Peyğəmbər buyur gəldi xidmətinə, əyağıma durdu, amma loha baxıra gözün qaydırmır. Mənə bir salam verdi, mənə əyləşdi. Dedim, bir belə yaranışın bütün canını sən alırsan, dedi, bəli, ya Resulullah. Hətta milçək, onun da canını mən alırım. Hər evə gündə 5 dəfə gəlirəm. Hər evə. O 5 dəfəni bütün üləma yazır, o namaz bəxlərdir. Namaz qılmaq da dedim, o çox şərt deyil. Necə? Peyğəmbər İslam buyurur ki, cihaddan bir iddə adamlar qeydmişdi, mənə dedilər, ya Resulallah, bizdən yaxşı ümmət olar, cihad elədik, qeyddik. Peyğəmbər buyurdu, baxın ürəyizə. Görün, əgər cihaddan bir şeylər o yan bu yan eləməmsiniz, bəli, sizdən əlas olmaz. Namaz qılan da ürəyinə baxsın, ürəyinə görə qılsa. Bir də deyir, mən deyərəm evdən kənar, ölü sölənə deyərəm, ağlama. Ya Resulallah, buna görə ki, o nə idi apardı? Bundan bu yana biraz özü Allah, gör, neynəməlisən? O ərəbin sualının çoxunalarını demişəm, amma burada da yeridir. Bir gün bir ərəb gəldi ki, ya Resulallah, mən sabah nə yiyəcəyəm?
Peyğəmbər buyurdu, sabah şirbir iç. Deyir, yeməyəcəm. Niyə? Dedi, sən dediğine görə yeməyəcəm. Sözün yalan olsun. Peyğəmbər buyurdu, yiyəcəksən ərəb ki, şey o sənindir. Dedi, yeməyəcəm. Dedi, yemədi o. Ərəb getdi, qayıtdı sabah, bu bilir bir xanımı. Xanım, nə pişiribsən? Dedi, şirbir iç. Dinmədi. Yazır bunun 5 bacısı var. Hangisinin evine geldi? Bacı ne pişiribsiz? Şirbir iç. Öz-özünə dedi, ulan, dur get dağa, nahar soğuşsun ki, yemə. Bu çıxdı, dağı dolana gördü, çoban qəzəndə bir şey pişirir. Gəldi, ağzını açdı, gördü, o da şirbir. İstədi qeydə, çoban dedi, hara? Dedi, necə? Dedi, o qəzanisine nə töktü? Dedi, işsat. Dedi, ondan bir başqa bir şey görüm. Gördü, yeməsə çobanın ağzının götünə 5 kilo çoramığı var. Elə buna bir vursa vəzi düzələr. Qorxusundan iki boşa geydi. Gəldi dedi, ya Resulullah, sözümü sındırmadım ha. Dedi, mənim yox çobanı. Yiyəcəkdim o sənin yuzunu. Aşıq, 4-cü göydə Peyğəmbər İslam dəstəmaz alıb, peşnamaz olub, ona Peyğəmbərlər iqtida ediblər. Orada bulaq vardı. Hardan dəstəmaz aldı? Onu bizə bir şərhi verə bilərsən. Aşıq əsgər götürüb nə deyəcək? Mən deyim, xoş yaxşıyım. Orada bulaq yox idi, nuri hidayətdən aldı dəstəmaz. Qıldı, əda etdi, düz 2 rükət namaz. Bizim aşıqlar gene bunu toylarda görərsiniz. Deyərlər 102 rükət namaz. Heç yanda yoxdur. Düz 2 rükət namaz. Nisa namazıdır, hacılar Məkkədə qılar. Düz 2 rükət. Üz tutub dərgaha izcilən yaz. Mənim istədiyim səndən ümmətdir. Bütün peyğəmbərlər qabaqcan özünün bağışlanmağını istəyib sonra ümmətini. Bizim peyğəmbər rəhmətəllil aləmin peyğəmbərdir. Qabaqcan ümmətin bağışlanmağını istəyib sonra öz bağışlanmağını istəyib. O Me'rac kitabında yazır ki, bu dastandan kənar, Peyğəmbər İslam getdi Allahla danışdı. Sahibi kitab və rəhmətli Xısro Şahı yazır ki, bunların 2 barmaq nə qədədir? Allahla arasında bir belə fasilə qaldı. İnsanla Allah arasında 1001 hicab var. Peyğəmbərlə Allah arasında 3 hicab. Otdur, sudur, zülmatdır. O qədər deyir, yaxınlaşdı 2 barmaq qalınca. Dedi, istəyən nədir Məhəmməd, səs gəldi məndən. Dedi, ümmətin hamısının bağışlanmağını istəyirəm. Dedi, yarısını bağışladım sənə. Adı bütün peyğəmbərlərdən qabaq yazmışam. O biri peyğəmbərlərin ümməti sənin ümmətindən sonra gedərlər qiyamətə. Sənə hər zat vermişəm. Məhəmməd, yarısını bağışladım sənə. Vəli, yarısını əl vurma.
Onda şəfaatçı olsan yenə bağışlaram sənin hörmətini. Gör nə qədər. Peyğəmbər buyurur, mən orada 2 mələk gördüm. Biri qardandır, biri sudan. 4-cü gördüm. Nə qar suyu əlidir, nə su qarı. Bir rivayətdə ot deyirlər. Nə ot suyu söndürür, nə su otu. Gördüm bunların virdi budur bu mələklərin. Ey Allah ki, otla su arasında məhəbbət qərar vermirsən, yaratdığın insanları bir-birinə mehriban elə. O 2 mələyin virdidir. Aşıq, onların 5-ci təbəqədə qabağın kim kəsdi? Bizə oradan bir dəst qahidi. Aşıq arasıya götürüb, sözün o birisi necə deyir? Bağışlandı ümmətlərin günahı, şad xürrəm oldu İslam pənah. Ay belə gördü ki, bir əslan ey kəsmişdir ahim. Həzrəti Peyğəmbər xatəmin atıdır ey halay. Bağlar tökər xəzəl, belə dilim yaddan çıxartmalı Allah Məhəmməd Əli. Bağışlandı ümmətlərin günahı, şad xürrəm oldu İslam pənahı. Bir ərsalan orada kəsmişdir ahı Məhəmməd Gürcəyin hatəmin atdı. Əli şər dolunduğun qabağını kəsdi. Əli getməyib ağa göylərə. Cəbrəil buyurdu ki, ya Rasulallah. Peyğəmbər sual verdi, Əli də gəlib, dedi, yox ya Rasulallah. Mələklərə Allah o qədər Əlini tərif elədi. Mələklər dedilər ki, bari pərverdigara, and veririk əzəmət və onu bir cür elə biz görək. Onun şiklində bir mələk yaratdı. Hər gün onu ziyarət edə. Odur ki deyir. Amma bu üzüyü verəndə sırrı xudadır. Yerin üzündə Əlidə onu gördük. Bir də deyərlər bir işi gələcəm yerində. Orada deyir bir mələk gördü. Bu mələk gəldi mənim xidmətimə. Dedi, ya Resulallah, mən qali vəladə 2 rükət namaz qılmışam, sizin ilinə 20 il tul çəkib. Mən sənin nurundan gözüm xeyrələndi, bir balaca beyvaxt durdum ey Allah. O xeyri ver ümmətin birinə mənim günahımı gələnə. Peyğəmbər buyurdu, mənim ümmətimin ehtiyacı yoxdur. Cəbrəil gətirib, Allah ərşin saqində yazıb, mənim adım gələndə bir səlavat çövrər, onu mələkə savabın yazar. 2-ci səlavatın da savabın yazar. 3-cü səlavatdan qələm mat qalar. Onun savabını heç yerə yığışdıra bilməz. O mənim ümmətimin payıdır. Aşıq, orada bir təam da yedilər, o təamdan da bir dəstgahı bizim üçün. Aşıq Ələsgər götürüb nə deyəcək?
Ailesi de geldi. Yediler Almanya'ya işir bir şu geldi. Abele o zaman söyledi ey bele tam güzelliğine. Bir zaman söyledi ey ne söz ayıp diye halayı. Kalanı yaza bende kalanı yaza. Böyle defterine zel başımdan ben baktı kalanı yaza. Bir yere yetişti, gördü bir əli zahir oldu. Baxdı, gördü əlinin əlidir. Bar pərverdigara, sən məndən qəza yiysən ya əmoğlum əlidir. Səs gəldi. Məhəmməd, mən yaranmamışam, yaradaram. Mən baxdım, gördüm ki, yaranmışın içində əlidən çox ekkəsi sövməzsən, onun əlindən səndən tamam yedi. Pərdə ilə zatdan bir dəsti gəldi. 7 şir birinci almanı böldü. Xisləti, xilqəti, təmi gözəldir, söylədi nə gözəl, nə əzabətdir. Aşıq, oradan bir əlayimdir bizim üçün keçir. Peyğəmbər İslam buyurur, mən yetirmişəm sitrətül müntəhaya, gördüm oradan qaydanda Rizvan çıxdı qabağıma. Ya Resulallah, bir mənə bir bax da. Cənnətin sahibidir, cənnətdir da. Dedim, niyə baxım sənə? Deydi, axı, mən səndən ötürü bəzəlmişəm. Peyğəmbər buyurdu, sənin qiymətin la ilahə illallahdır. Əgər bir adam onu düzləyə bilsə, sən olub da. Dedi, bəs onda məni ver o nökərlərimin birinə. Peyğəmbər buyurur, mən 4-cü göydə dəstəmaz alanda Bilal gedirdi, sübh namazı mehrac eləyib baxı Peyğəmbər. Mən gördüm, Bilal gedir əzam verə. Onun ləleyninin səsini işitmişdim. Dedim, səni verdim Bilala. Cənnət dedi, da adam tapanmadı o. Məni bir qərəqula veriydin gərək. Dedim, hələ o görə qərəqul səni qəbul edir ya yox, hələ o qərəqul səni bəyənir ya yox. Odur ki, Aşıq Ələsgər götürüb görək sözün sonuncu bəndini. Necə deyir bu? Qoca ilə bunun işi hara çatacaq? Sudattan ders alır. Habele okulum ergenlime yoldur ölmalım. Sonraki bu sudatlara kalan rahmet diye halay. Uludağlar çeşmeli sulular. Ələsgərəm, hələ azdır kamalım. Lazımdır ki, bir ustaddan dərs alım. Oxudum, örgəndim, oldu öz malım. Məndən sonra qalanlara təhcə rəhmətdir. Əmi, bəli, əmi görər, söz yoxdur ki. İndi icazə var ki, bu lələşün səndən bir söz xəbər ala. Bu söz indi də bağlıdır. 190 ildə Aşıq Ələsgərin ömründən keçir. Bilmir ki, nə deyəcək? Haşa məclis deyir, bir çoban qoyunu tövmüşdü suğa. O danışır. Sularırdı,
Gördü ki çoban Durhey deyir. Diyordu, bu ne vardı da Durhey, niye deyirsən? İçərdə, su qoyunun qabağında. Deyədə, içməz, bunların içində ilə qanmazı var, Durhey deməsən su içməz. Ələskər bunu o kişiyə toxuyur. Odur ki, Aşıq Ələskər bir baxdı dövrəyə, əmi, bəli, əmi icazə versən mən onu deyim də, düydü o. Bir bədən görmüşəm, 60 başı var. Müstətildir, onda qeyri-sər olar. İki ruhdur, gərdiş vurar, dolanlar, gahdan iki olar, gahdan bir olar. Əmi nədir? Əmi nə bilsin mən? Qaldı gitsin. Məclis gülür. O ola bilsindir. Bir bədən görmüşəm səhsən abına, 300 qulağı var say hesabına, bir kəlmə danışan aftabla, kəlməsində qoğar olar, bir olar. Bu nədir? Deyir, bunlar kimindir, deyir, onlar ilərlər, huyunu var. Adını da görək, Aşıq Ələskər götürür. Ələskər də bu mətləbə yetişdi. Onları cəm eləyən bir dana huşdur. Gahdan bəzirgandı, gahdan dərvişdi. Gah padişah olar, gah vəzir olar. Amma bu nədir? Buna deyən başlamamır ki, nədir? Dedi, amma axırıncı sözümü sənə deyirəm. Yadında qalsın, adam üstü örtülü qabın içinə əl uzatmasın. Can deməklə candan can əski olmaz. Məhəbbət artırar, mehriban eylər. Çordiyənin nəfinədir dünyada, aba könlü yıxar pərişən edilir. Namərd adam danışıqdan saz olar, ala qarışdıran şehidbaz olar, nütvədən qarışan zülmə baz olar, ellərin içindən haqqar edilir. Qovkinin qəlbindən səni duanı, çalış yaxın qoyma ahı amanı, Ələskərin sözü yoldan çıxanı qaytarar, düz yola düz insan eylər. Xoşbaxt yaşayın, bir tikədə müxəmməs deyim, haqsız. Azat bir kız girip bağa, gezir boylana boylana, süzür boylana boylana. Ala gözler sağı sola, ala gözler sağı sola, gezir boylana boylana, gezir boylana boylana. A boylana, a boylana, gezir boylana boylana. Açıp kumçede halini, kumru kimi zamanını, zaman senin canını, üzül boylana boylana, üzül boylana boylana yayı. Sağ ol. İnşallah böyük olur. Şart günlərinizə gələ qalmışım. Yadgar olaraq Sağ ol. İnşallah. tarix, o da bir gündür. Vallahi tarixdir da. Sağ ol. Məmnun.